istəyirəm ki, bu bir alovdur. Bir düz deyirdi dünənləri vəkilimiz ki, getdi, qayıdış da var. Və mən məsələn dedim ki, hədə tamam, getdin, get müalicəni elətdir də. Efirə bağlanmaq istəyir, könülə nəsə sözləri var. Ayşadın. Bağlayarsınız, bağlayın Ayşadı, amma mən istəyirəm Söygülü və Baharı şəkilləri ekrana gəlsin. Bahar tapılmadı. Tapdıq Baharı. Təbii ki, tapdıq. Amma ata deyir ki, Bahar gəlməlidir. Bəli, mən istəyirəm qızım gəlsin baxaq. Mənlə burada əl-ələ verir, evimizə gedir. Başqa işini istəyirəm. Bəlkə imtina eləyəsən onu. Yox, mən öz falandan imtina eləməm. Vallahi, dünənki o xatırlatma var mı Şahin? İmtina eləmək istəmirəm. Bir dənə verin onu, ata ilə qızın danışığına baxın. O imtina elədi, mən Azərbaycana gəlməkdən imtina edirəm dedi. Bahar, Bahar, Bahar. Atan göz yaşları tökür. Bahar, ona bir ata denən. Ata denən. Bahar. Eşitirəm ana, gəl evimizə. Gəl evimizə. Gəl evə deyir. Gəl, arkanda dayanacam deyir. Ana. Bahar Gürcüstanda tapıldı el savaşçılar. Türkiye'ye uçtu. Türkiye'den Gürcistan'a uçtuğunu aydınlaştırdık ve halhazırda Gürcistan'dadır. Ata. Eşitirəm ana, gəl evimizə ana. Bax, həmişə kimcənin arxanda duruyor. Ata, hər şey yaxşıdır. Nə Mən deyirəm, gəlmirəm. evdən gəlsən, hər şey eləyəcəm. Yenə də. Mən uşaqlarımla burada xoşbəxtəm. Nə olar, məni başa düş. Yalvarıram sənə. Gəl evimizə, gəl. Yox, mən gəlmirəm. Mən Azərbaycana gəlməyəcəm. Papa. Niye gelmirsen kızım? Niye gelmirsen? Səbəbini deyim, mən də bilim də qızım. Mən öldürəcəklər orada, mən bilirəm. Səni heç Kim kəs öldürebilir seni? Dünya derebeylikti mi Bahar? Səni heç kəs Kim öldürə seni bilməz. öldürebilir? Bahar sen niye gitmişsen? Mənim getmək səbəbini deyə bilmərəm. Papam bilir səbəbi. Atan nə bilir qızım, de. Mən yaxşıyam, mənim üçün narahat olmasınlar. Nə vaxt istəsələr danışacağam onlarla. Uşağı da yoldaşıma göstərərəm. Amma mən Azərbaycana gəlmirəm. Kızım ilk defədir sen gedirsən də bu ülkeden çıkırsan he? Bəli. Sen ne bilirsen Türkiye'ye uçursan, oradan Gürcistan'a uçursan, kimdi senin arkanda? Kimdi seni oralara aparan? Kim dayanıp senin arkanda? Mənim arxamda Allah var. Bu kişini bu cür eleme kızım. Qaç gəl evimizə, hər şey olacaq. Yaxşı olacaq yəni. Mən gəlmirəm ata. Əgər məni istəyirsənsə məni rahat buraxın. Yenə Necə? deyirəm, sizlə əlaqəmi kəsməyəcəm. Deyir əlaqəmi Amma mən kəsməyəcəm. Əgər Azərbaycana məni gəlmirəm. istəyirsənsə məni rahat bırak. Mən səni rahat bırak, buradan mən nətər yaşayım sənsiz? Kiminle gidip neler baş verip sabah. Dünen Bahar imtina etti. Azerbaycan'a gelmekten. Efirden de sonra ben danıştım. Ben Bahar'la bağlı hiçbir məlumatı vermək istəmirdim. Amma indi əgər Bahar atanın səsinə səs vermirsə, o zaman mən Bahardan danışmalıyım.
həyat yoldaşını, Baharın anasına, valla bəzən düşünürdüm ki, atam anam olmasa bu ülkəni rahat şəkildə tərk edib istədiyim yerdə yaşaya bilərəm. Amma günlər keçsə də mən valideynlərimin məzarına həftədə bir dəfə getməsəm, sanki nəyimsə çat. Bəlkə yenidir, ona görə deyə bilmərəm. Amma yəni, Bahar öz anasının məzarını, həyatda olan atasını qoyub, necə, nə üçünsə tərk eləyə bilər ölkəni? Necə tərk eləyə bilər? Bax, o şəkillərə bax, bu sənin Baharın anasıdır. Hə? Bahar, bu studiyada ağlayan səni anandan sonra bağrına basıb saxlayan, böyüdən atadır. O isə sənin keçmişindir, anandır, xatirələrdir. Sən bu qədər xatirənin, bu qədər ailənin üstündən xət çəkib, getdiyin yerdə xoşbəxt olacağını düşünürsənsə, yanılırsan. Bu göz yaşları arxanca sürünəcək. Bu kişinin, ümumiyyətlə mən düşünürəm ki, ata-ana haqqına girən, ata-ananın göz yaşını arxasınca axıdan, ata-ananın xeyir duasını almayan heç bir övlad xoşbəxt ola bilməz. Bu mümkündür. İndi sənə deyirəm, Bahar, o işlədiyin yerdə, Bakıda, kimin o işlədiyin yerə hücum çəkməsi, oradakı davalar, Erol adlı şəxs, mən bununla bağlı heç bir şey demədim, demək fikrim də yoxdur, amma sənə deyirəm, o kişini mən görəndə, bilirsiniz, biz məcburi köçkün olmuşuq da, yəni oradan o insanların çıxmaları var. O mücadilə mənim məsələn atamın qızlardan biri düşmən əlinə keçər. Qorxusu, gecələri yatmamaqları. O düşmənin əlindən o qızları necə çıxartmaq üçün bizim orada kişilərimizin verdiyi savaş var. Mən o kişini görəndə elə bilirəm ki, atam ağlayır gözümün önündə. Elə bilirəm ki, doğma atam ağlayır. Mənə çox təsir edir. Baharın atasının bu vəziyyətə düşməsi, onun belə sınmasını qəbullana bilmirəm, açıq sizə deyim. Düzdür, mən bir aparıcıyam, moderatoram, bu layihənin rəhbəriyəm. Bugün Asif kişidir, sabah Vəli kişi gələcək, o biri gün o gələcək. Amma o kişinin ağlaması mənim ürəyimdən yaşlar axır. Mən elə bilirəm, mənim atam oturub o mücadilə verən, düşmənin əlindən qızlarını, ailəsini qurtarıb çıxaran bir kişi bugün elə o
düşmənin əlindən alıb çıxartdığı qızı tərəfindən xəncərlənib və indi o xəncər yarasından yadın yarasına nə var ki dözməyə? Düşmənin vurduğu yara belə sağalır, qaysaqlanır, amma doğmanın vurduğu bir yara, doğmanın vurduğu bir zərbə, onun ağrısı çox ağırdır. O yaşlar belə, nə bilim, məlhəmlər belə onu sağalda bilmir. Ona görə Bahar, mən sənə vaxt verirəm, yığın onu indi. Yığın onu. Baharı yığın. Əgər sən bu dəqiqə cavab verməsən, bu kişini belə göz yaşı ilə qoysan, mən bütün gerçəkləri burada açıqlayacağım, açıq deyirəm. Çünki mənə axtarışa müraciət edən bu kişidir. 3 uşağın atasıdır. Və ondan sonra da Gürcüstanda hələ onu qoyuram kənara. 3 uşaqla bağlı məhkəməyə müraciət edib bu ailəyə kömək eləyib, uşaqların Azərbaycana gətirilməsi üçün əlimdən gələni edəcəm. Necə ki, Almaniyada bu mübarizəni aparıram. Yəqin ki, bilirsiniz, Gültac. Hal-hazırda da məhkəmə prosesləri gedir. Bizim sayəmizdə, vəkilimizin sayəsində Tacın görüntüləri yəqin ki var, tamaşaçılar görür. Yəni istəyirəm ki, sən də görəsən. Gültacın nömrəsi vardır mı qızlar sizdə? Yəni siz də bilin, görün ki, yığ ver mənə Sevda. Sən diqqətlə bax. Biz əgər Almaniyada bu mübarizəni aparırıqsa və mübarizənin sonuna yaxınlaşırıqsa, Gültac necəsən? Hal-hazırda canlı bağlantıdasan. Salam, xoş qədəm xanım, necəsiz? Çox sağ ol. Öncə sənin qarşıdan gələn bayramını təbrik edirəm. Bilirəm. Biz sizi təbrik edirik, oradakıları təbrik edirik. Gültac, sən hal-hazırda görüşdəsən mənim bildiyimə görə. Bəli, görüşə gəlmişik. 10 dəqiqəsində görüşə girəcəyik inşallah. İnşallah. Yəni, məhkəmə nə yerdədir? Məhkəmə inşallah bir sənəd gözlənilir. O sənəd gələndən sonra son qərarı verəcək. İnşallah alıb Azərbaycana qayıdacağıq. İnşallah. Böyük bir savaş verir Gültac və həyat yoldaşı. Mən burada Almaniyada bizə dəstək verən hər kəsə, xüsusilə də vəkilimizə, deməli bu uşaqların alınması üçün əlindən gələni edən vəkilimizə özlərin təşəkkürümü bildirirəm. Və bizi bu yolda tək qoymadığınız üçün sizə də çox minnətdarlığımızı bildiririk. Təşəkkür edirik ki, bizə bir ana kimi, ikinci bir ana kimi qayğınızı, necə deyim, hər şeyinizi əksik buraxmadınız. Çox sağ olun. Allah vəkilimin Elvin bəydən Allah razı olsun. Yəni bizə burada o qədər çox kömək eləyir, o qədər çox çaba göstərir ki, həqiqətən o insanın, yəni əziyyətini ödəyə bilmərik də. Eynilə də sizə. Yəni çox sağ olun. Bizə kömək eləyən burada nə qədər Azərbaycanlı var. Onlar da Allah canlarını sağ eləsin. Böyük bir mücadilə verdik. Hər kəs bilir ki, Gültac və həyat yoldaşının əlindən uşaq Fransadan alınıb Almaniyaya aparılmışdı və onlar Azərbaycana da gəldikdən sonra artıq Almaniyaya geri dönə bilmirdi. Sən axtarama müraciət etdilər, böyük bir savaş başladıq, böyük bir mücadilə etdik və təsəvvür edin, bugün mən sevinirəm ki, Gültac və həyat yoldaşı Almaniyaya qayıda bildilər. Hər həftə bunlar görüşürlər, məhkəmə prosesi gedir və dediyim kimi Elvin vəkilimiz orada böyük bir mücadilə verir, ana ata böyük bir mücadilə verir. Nə sevindiricidir ki, aylarla uşağının üzünü görə bilməyən ata-ana artıq həftədə neçə dəfə görüşürsünüz? Mən bilən Həftədə bir dəfə görüşürük. Həftədə bir dəfə görüşürük, amma məhkəməyə görə artırılmadı. Çünki alıb qayıtma ehtimalına görə dedilər ki, səbirli olun. Bəlkə uşaqlarınızı götürüb qayıtdınız və İndi və bunu mən qürur hissi ilə deyirəm ki, biz həqiqətən böyük bir işi başardıq Almaniyada. Olmayanı oldurduq
Sizə də mücadilənizə görə, balalarınızdan imtina etmədiyinizə görə, yorulmadığınıza görə vəkilimizə də və özümüzü də alqışlayıram ki, biz artıq başarırıq, çox az qalıb. Gültac, mən sizə çox mane olmayacağım, hər şeyi bilirsiniz ki, Almaniyada Çox sağ olun, Allah sizdən razı olsun. Daxil olmalısınız indi siz görüşə. Bəli, 7 dəqiqəmiz qaldı, artıq qapının önündəyik. Biz sizə hər dəqiqə şəkillərdə nə lazım olsa hər şey atırıq, yəni onları görməyi biz... Bir də səni görüntülü bunu edə bilirəm mən. Mən də bu telefonlardan başım çıxmır, bir dəqiqə. Yəni... Ay, bir dənə göstərmə, hərrəm. Necə üzü gülür bu ananın. Necə üzü gülür bu ananın. Necə Gültacın üzü gülür, ay Allah. Yəni, həqiqətən də övladı ilə görüşə həftədə bir dəfə, insan bir saniyə belə balamızdan ayrı qalanda necə oluruq? Həftədə bir dəfə bu görüşü necə gözləyir, necə həsrətlə, necə göz yaşları ilə gözləyirsən Gültac? Mən inanıram ki, siz onlarla birlikdə bu studiyaya gələcəksiniz və mən də söz vermişəm, onun qurbanını mən kəsəcəm. O anın qurbanını burada. İnşallah. Öpürəm sizi. Mane olmayım, siz artıq. Öpürəm sizi. Hamıya salam deyirəm. Hamınız bizim üçün dua eləyin. İnşallah uşaqlarla bir yerdə qaydacağıq. İnşallah. Qarşıdan gələn bayramınızı da təbrik edirəm. Öpürəm, bağrıma basıram sizi. Biz də sizi təbrik eləyirik. Oradakılara da salam deyin. Bayramımızı hamını təbrik eləyirik. Çox sağ olun canım mənim. Təşəkkür edirəm. Minnətdaram və Almaniyada, dünyanın müxtəlif ölkələrində bizi izləyən hər bir izləyicimizə təşəkkür edirəm. Bugün Almaniyada o iki uşağın alınıb Azərbaycana gəlməsi üçün səni axtarıram, böyük bir mücadilə verir. Yəni Bahar, sən əgər Gürcüstanda, haralardasa girib, oturub, yatıb düşünürsənsə ki, 3 Azərbaycan vətəndaşı olan uşağı gizlədəcəksən atadan, bu mümkün deyil. Bunu mən sənə, mən Xoşqədəm Baxşəliyeva deyirəm. Gültacın məsələsi mümkün deyildi, o uşaqların məsələsi. Amma biz onu Allahın izni ilə mümkün etdiksə, sənin məsələn 2 vur 2'dir. Yığın onu cavab versin, qısa bir ara. Qısa bir aradan sonra devam edəcəyik.